Hamınıza salam dostlar. Bugün sizlərlə bir yerdə 2025-ci il riyaziyyat fənni üzrə ERFO final sualı həll eləyəcəyik. Qeyd edim ki, sual yuxarı yaş qrupuna aiddir və ikinci günün birinci məsələsidir. Sualda deyir ki, isbat edin ki, istənilən P böyükdür 2-dən sadə ədədi üçün yeganə müsbət tam n ədədi var ki, n kvadratı çıxılsın np ədədi hər hansı müsbət tam ədədin kvadratı olsun. İfadəmizi yazaq birinci. N kvadratı çıxılsın np bərabərdir a kvadratına, n və a daxildir z müsbətə. Qruplara ayırsaq, bərabərdir a kvadratına. Bu sualda əsas məsələ bu ikisinin əbobuna baxmaqdır. Əbob n-p bərabərdir əbob np. Soruşsaz niyə np oldu? Qısa izah verim. Əbob AB bərabərdir əbob a minus b. A bərabərdir dx olsun, b bərabərdir dy olsun və x y-lə qarşılıqlı sayda olsun. Avtomatik bu tərəfin əbobu d olacaq. D bərabərdir əbob dx dx minus y. Soruşsaz niyə bunun əbobu da d olur? Biz bilirik ki, x ilə y qarşılıqlı sadədir, ortaq böləni yoxdur. Avtomatik x ilə x minus y-in də ortaq böləni olmamalıdır. Desəz niyə? Atıram onların ortaq böləni olmuş olsun. Onda r böləcək x-i, həmçinin r böləcək x minus y-i. Onda mütləqdir ki, r y-i də bölsün, çünki x-i də bölür axı. Onda r güclüdür böləcək y-i, onda onlar qarşılıqlı sayda olmayacaqdır. Yəni, ortaq böləni olacaq, r olacaq. Bu da ziddiyyətdir. Yəni, x ilə x minus y də qarşılıqlı sayda olur. Bu baxımdan əbobları yenidən d qalacaq. Bunları silək. Bizdə burada əbob np qalmışdı. P sadə ədəddir. P-nin 2 böləni var onsuzda. P və 1. Ona görə bu əbobun ala biləcəyi 2 mümkün dəyər var. Biri P-dir, biri 1-dir. Biz burada birinci halla başlayaq. Onların əbobunun P olma halı n-p bərabərdir P-yə. Onsuz da buna bərabər idi. O zaman P-ni bölür. Yəni n bərabərdir PK şəklində müsbət tam ədəd. K özü də daxildir z müsbətə məntiqlə. Biz bu n bərabərdir PK ifadəsini burada qoysaq. PK vurulsun P minus 1 bərabərdir A kvadratına. Yəni P kvadratı vurulsun, K vurulsun A minus 1 də bərabərdir A kvadratına. Sağ tərəfimiz tam kvadratdır. Bu da tam kvadratdır. Yəni, sağ tərəfin dərəcəsi cütdür. Yəni, bu mütləqdir ki, t kvadratı olsun. Yəni, t kubu olsa və yaxud t kubu vurulsun, atıram 2. Yəni, sağ tərəf tam kvadrat olmayacaq. Mütləqdir ki, bu özü bir t kvadratı olsun ki, a kvadratı bərabər olsun pt-nin kvadratına, a da bərabər olsun pt. Bu baxımdan k vurulsun k minus 1 də özü də bir tam kvadratdır. Həmçinin biz bilirik ki, bu 2 ədəd ardıcıldır. Ardıcıl ədədlərin, 2 ardıcıl ədədin əbobunun 1 olduğunu da bilirik. Çünki onlar qarşılıqlı sadə ədədlərdir. Onda əbob k-1 1-dir. Əbobları 1-dirsə, onların ortaq böləni yoxdur. Yəni ki, onların hasili də tam kvadraddırsa, onlar ayrı-ayrılıqda tam kvadrat olmalıdır. Atıram onların əbobu bir S olsaydı, yəni S ikisini də bölsəydi, burada KK minus 1 kimi düşünməyək, çünki aralarında fərq 1-dir. Yəni, ümumi, yəni A vurulsun B halına baxaq, T kvadratı olsun və A ilə B qarşılıqlı sayda olub olmaması halını araşdıraq. Qarşılıqlı sayda olmasa, ikisini də tutaq ki, S bölsəydi, biz deyə bilərdik ki, hə, tutaq ki, A-da S kubu var, B-də S var. Hasilləri yenidən S kvadratın kvadratı eləyir və ödəyir.
Amma ortaq bölənləri olmursa, əbobları 1-dirsə, avtomatik onların ayrı-ayrılıqda tam kvadrat olması nəticəsinə gəlirik. Çünki hasilləri tam kvadratdır. Amma ortaq böləni olsaydı, dediyim kimi S olsaydı, biz bunu deyə bilərdik ki, A-da tutaq ki, S kubu var, B-də S var. Hasillərin yerdən S üstü 4 eləyir, S-in kvadratını kvadrat eləyir. Amma bizdə əbobları 1-dir deyə avtomatik onlar ayrı-ayrılıqda tam kvadrat olmalıdır. Yəni ki, burada K bərabərdir A kvadrat olacaq. A minus 1-də 1B kvadratı. A kvadratı çıxılsın B kvadratı bərabərdir 1-ə. Minus B, A plus B. 1. Vurulsun 1 halıdır onsuz burada. Başqa hal yoxdur. İkisinin cəmi 2A eləyir. Yəni 2. Bizdə 2A bərabərdir 2-yə. A bərabərdir 1-ə. B də bərabərdir 0 olacaq. B 0-dır. Bizdə K minus 1 bərabərdir B kvadratı, o da 0. Bu nə verəcək bizə? K bərabərdir 1. Həmçinin bizdə nə var idi? M bərabərdir PK şəklində bir müsbət tam ədəd idi. K da 1-dirsə, N avtomatik nə olacaq? P olacaq. Yəni ki, M bərabərdir PK idi. Biz K-nı 1 tapdıq. O da bərabər oldu P-yə. M bərabərdir P-ni əsas ifadəmizə, yəni bu ifadəyə qoysaq, avtomatik bura 0 olacaq, bura da 0 olacaq. Nə tapacaq? A bərabərdir 0. Amma bu da ziddiyyət yaradır. Çünki bizim sualda deyir ki, hər hansı müsbət tam ədədin kvadratı olsun. 0 tam ədəddir, amma müsbət tam ədədlər qrupuna aid deyil deyə burada ziddiyyət olur. Ona görə bu hal getdi. Qaldı ikinci hal. İkinci halımızla davam eləyək. İkinci hal nə idi bizdə? Onların əbobunun 1 olma halı idi. Əbob n-p bərabərdir 1. Və onların hasili də tam kvadrat idi. Biraz əvvəl dediyim iddia yenidən burada keçir. Yəni, onlar qarşılıqlı sadədir, ortaq bölənləri yoxdur və hasilləri tam kvadratdırsa, onlar ayrı-ayrılıqda tam kvadrat olmalıdır. Çünki ortaq bölənləri yoxdur. Bu baxımdan m bərabərdir A1-in kvadratı, m minus p də bərabər olur B1-in kvadratı. A1-in kvadratı çıxılsın, B1-in kvadratı da bərabər olur. Bizdə n çıxılsın, m minus p, p-yə. Bunu da belə yazsaq, A1 üstə gəlsin, B1 bərabərdir p-yə. Aydın məsələdir ki, bu tərəfdən böyükdür. Biz onsuz da p-ni ya p vurulsun 1, ya da 1 vurulsun p şəklində göstərə bilərik. Çünki p sadə ədəddir. Bu tərəfdə sol tərəfdən böyükdürsə, avtomatik burada bir hal qalır. 1 vurulsun P halı. Bu halı da belə tənqlər sistemi kimi yazsaq, A1 çıxılsın B1 bərabər olacaq 1-ə. A1 üstə gəlsin B1 də bərabər olacaq P-yə. Buradan nə çıxacaq? 2A1 bərabərdir. P üstə gəlsin 1-ə. 2B1 də bərabərdir. P minus 1-ə. Davam eləsək, biz A1-i tapacaq ki, həmçinin burada qeyd edeyim, n-i nə tapmışdıq? A1-in kvadratı, n minus p-ni də B1-in kvadratı demişdik biz. Burada yuxarıda göstərim istəyirsiniz. Burada. İndi isə A1-i nə tapırıq? A1-i tapırıq ki, bərabərdir P plus 1 bölünsün 2-yə. B1-i də tapırıq ki, P minus 1 bölünsün 2-yə. Yəni, burada n bizdə nə olacaq? N bərabər olacaq A1-in kvadratı, o da bərabərdir P plus 1-in kvadratı bölünsün 4-ə. Biz n-i P-dən asılı bir ifadə tapdıq. İndi bu n-i əsas ifadədə yerinə qoyanda biz onun müsbət tam ədədin kvadratı tapmalıyıq. Yəni, A kvadratını tapacaq. İfadəmizdə yerinə qoysaq, P plus 1-in kvadratı bölünsün 4, vurulsun P plus 1-in kvadratı böl 4 çıxılsın P bərabərdir A kvadratı. Mötərizənin içini sadələşdirsək,
P plus 1-in kvadratı böl 4 vurulsun mötərizənin içində P kvadratı 2P üstəgəl 1 çıx 4P bölünsün 4 bərabərdə kvadratına. Burada onsuz da yuxarıdan görsən ki, bu P minus 1-in kvadratıdır. Yəni, avtomatik bərabər olacaq. P plus 1-in kvadratı bölünsün 4 vurulsun P minus 1-in kvadratı bölünsün 4. A-nı da kök altına alsaq bu ifadəni, A bərabər olacaq. P kvadratı çıxılsın 1 bölünsün 4. Biz N-i də tapdıq, A-nı da tapdıq. N-i yeganə tapdıq P-dən asılı. İndi isə A ilə E-nin müsbət tam olduğunu göstərməliyik. Müsbət olduğu onsuz da aydındır, çünki P böyükdür 2-dəndir. Avtomatik, yəni bu da yəni 1-dən böyük bir ədəddir. İndi tam olmasını isbat eləməliyik. Tam olmasını da P böyükdür 2-dəndir bizdə. P böyükdür 2-dəndirsə, P onsuz da yalnız 2-də cüt olur. Yəni yalnız cüt ədəd sayda olan ədəd 2-dir. Qalan bütün sadə ədədlər tək ədədlərdir. Yəni P böyükdür 2-dən olanda P bərabər olacaq 2K plus 1-ə. Burada P kvadratı olacaq. 4K kvadratı 4K üstə gəlsin 1 çıxılsın 1 bölünsün 4. Bu da avtomatik daxildir Z müsbətə. Yəni ki, P böyükdür 2-dən üçün P kvadratı 1 mod 4 verir onsuz da. Və o 1 də mənfi 1 ilə aparır, 0 qalır, tam bölünür 4-ə. Desəz N bərabərdir. P plus 1-in kvadratı bölünsün 4 necə tam olur? P burada 2-dən böyük olanda dediyim kimi tək olur. Tək ədədin üstünə 1 gələndə, yəni olacaq 2K plus 2-nin kvadratı bölünsün 4. Burada 2-ni çıxarsaq, yəni olacaq 4 vurulsun. K plus 1-in kvadratı böl 4. Yəni P plus 1 onsuz da cüt ədəd olur. Və cüt ədəd 2-yə bölünür. Onun kvadratı da aydın məsələdir ki, 4-ə bölünəcək. Və biz bu sualın sonunda sualı yekunlaşdıraq. Tapdıq ki, P böyükdür 2-dən üçün N kvadratı çıx MP bərabər olur müsbət tam ədədin kvadratına. Və N özü də müsbətdir. Müsbət. N-i tapdıq ki, P-dən asılı bir ifadə tapdıq burada. Böl 4. A bərabər olur. P kvadratı çıx 1 bölünsün 4. Biz yeganə N-i tapdıq ki, müsbət tam ədədin kvadratı olur. Bunun da müsbət tam olmasını izah elədik onsuz. Müsbət olması da onsuz da çox aydındır. Yəni P böyükdür 2-dəndir. P minimum 3 olsa belə yerinə qoyun. Bu 8 eləyəcək. 8 böl 4 2. Müsbət olduğu aydındır. Burada da yenidən 3 qoysaz 16 böl 4 4. Yəni yeganə N-i tapdıq. Müsbət tam ədədin kvadratı da oldu. Şərti ödədi. Sual burada bitir. İzlədiyiniz üçün çox sağ olun. Təşəkkür edirəm. Bu tipli sual həllərinin gəlməsini istəyirsinizsə, izləmədə qalın.